Herkese salam, videoma xoş gəlmisiniz. Bugün imtahan verib gəlmişəm və təəssüratlarımı bölüşmək üçün dedim video çəkim. Deməli 12 iyul 1-ci və 4-cü qruplar üçün və bir də deyəsən coğrafiya alt qrupu üçün nəysə elə bir imtahan olmuşdu. Nəysə, mən də bugün imtahan verdim. 1-ci qrup informatika alt qrupu üzrə imtahandan gəldim. Hal-hazırda saat neçədir? Saat 4-ün yarısıdır mən videonu çəkəndə. 4-ə işləyir 25 dəqiqə və belə deyək də isti-isti həmin o aurada, həmin o ab-havada olarkən videonu çəkirəm. Deməli 1:20-də, 13:20-də çıxdıq imtahandan biz. Nə mənada çıxdıq? Tam 13:00-da bitdi. 20 dəqiqə biz gözlədik orada nəzarətçi vərəqləsin. Nəysə, evə 2-yə qalmış çatmışam. 1-2 saat istirahət aldım və video başladım. Deməli, imtahanın səviyyəsi necə idi, hansı fənni çox yazdım, artım eləyə bildimmi, azalma mı elədim, nə oldu? Yəni bu haqda ümumi danışmaq istəyirəm. Gəlin başlayaq. Səviyyəcə imtahan mənə elə gəlir ki, indi bilmirəm, deməyə də qorxuram, çünki insandan insana dəyişən bir şeydir bu. Mənə nisbətən rahat gəldi, amma indi bu o demək deyil ki, yəni bu o demək olmaya bilər ki, imtahan rahat idi. Çünki bəlkə də mən birinci imtahanda belə deyək də üstümdə böyük bir yük var idi. İlk dəfə blok imtahanı verirdim və belə deyək də deyirdim ki, yəni bundan bal yığmalıyam da mütləq. Əlimdə olan şansdır bu. Birinci şansda elə fikirləşirdim. Deyirdim ki, 2-yə azlaşmayacağam. Əvvəldən balımı toplayıb rahat oturum da, yəni o həyəcanla, yəni bəlkə mənə çətin gəlib. Amma bunda artıq əvvəldə mənim balım var idi. Bilirsiniz 673 bal toplamışam ümumilikdə. O bal var idi zaten. Ona görə də bu imtahanda nisbətən rahat olmuşam. Yəni imtahan boyunca rahat işlədim. Rahat o demək deyil, şey kimi, axırda biraz tələsmə oldu, amma ümumi olaraq əhval-ruhiyyəm yaxşı idi. Və buna görə də artım olacağını inanıram, olacaq mütləq. Lakin nə qədər olacağı biraz şübhəlidir. 680-ə çatırdı əslində, 680-i keçirdim. 683, 684 olacaq idi. Amma ta ki bir səhv çıxana qədər informatikada qapalılarda sonradan bir səhvin çıxdı, heyf. Yoxladım deməli, nəysə indi gələcəm informatikaya. Riyaziyyat 100%dir, yəni 150 bal belə hesablamışam. 27 qapalıdan düzdür, olay dəqiq. 3 açığa da məncə tam balım verəcək, çünki lazımi qədər ətraflı yazmışam. Bir də bu binom sualında biraz şübhəliyəm ki, orada qırmazlar, yəni yox qırmazlar yazmışam da hər şeyi, niyə keçsinlər ki. İsbatda rahat idi. İsbat rahat idi, amma bu 3 bucağı ilə isbat sualı həqiqətən rahat idi. O yaxşı idi. Yəni belə əvvəldən dərin düşünüb sonra tətbiq eləmək yox. Elə baxan kimi başladan əllədim, yazdım. Yəni rahat idi. İsbat çətin deyildi. Məşhur qayda idi, yəni düz bucaqlı üç bucaqda katetin kvadratı bərabər onun proyeksiyası bu hipotenus. O düstur hamıda bilir də, yəni məşhur düsturdur. Belə, riyaziyyat yəni maksimum gözləyirəm. İnşallah ki maksimum olacaq. Bir şey kəsməyə bir şey yoxdur hal-hazırda. Baxaq da indi. Kəsməyəcəklər məncə. Fizikada maksimum gözləyirəm. Fizika daha dəqiqdir. Nə mənada daha dəqiqdir? Daha dəqiqdir ki maksimum olacaq. Riyaziyyatda deyirəm, o binom sualdır, bəlkə kəsmək. Amma fizikada elə bir hal yoxdur, hamısı məncə. Fizika 150 dəqiq. Çünki həqiqətən asan deyil, çətin deyildi. Fizika birinci imtahanda da asan idi, ikinci imtahanda da asan idi. Fizika ümumiyyətlə asan sanılır. Dimin proqramında həmişə yəni asan düşüb bu vaxta kimi. Sadəcə mən bilmirəm şagirdlər niyə fizikadan qorxurlar. Mən məsələn həqiqətən sual kimi suallar görmüşəm də. Yəni ağır çətin suallar olur. Fizikada həqiqətən dəhşət çətin tipli suallar olur. Mən neçə il ard-arda, 4-5 il ard-arda RF-MRF-larda iştirak eləmişəm. Məsələn 7-də fizika, 8-də fizika, 9-da fizika, 10-da fizika, 11-də fizika. Mən 5 il ard-arda fizikadan RF və RF-lara getmişəm və həqiqətən çətin sualı fizikanın çətindir də. Yəni amma dimin həqiqətən proqramı çətin deyil də. Yəni oxuyan şagird, toplumda işləyən şagirdin yaza biləcəyi suallar idi. Məsələn riyaziyyatla informatikada ola bilər ki, bəzən maraqlı bir tip olsun, fərqli bir tip olsun. Fizikada mən bu vaxta kimi çox görməmişəm ki, fərqli bir tip sual olsun. Topluluda olmayan sual olsun. Hamısı bir qıradan toplu tipdə. Yəni fizikanı oxumaq bu qədər çətin olmalıdır. Və mən düşünürəm ki, fizikaya bir tövsiyə videosu çəkəcəm mən. Çünki birinci şansda, ikinci şansda fizikanı 30-30 yazan biri olaraq həqiqətən qürur verici bir hissdir. Anamın şagirdiyəm də. Nəysə, müəllimlərimə haqsızlıq eləməmiş olmuyum. Nəysə, deməli fizika yəni birinci şansda da, ikinci şansda da fizika 30 oldu. Buna aid tövsiyə videosu mütləq çəkməyi planlaşdırıram. Çünki fikir vermişəm ki, riyaziyyat informatikası məsələn güclü yazan şagirdlər var, riyaziyyat kimya güclü yazanlar var. Fizika baxıram ki, həmin şagirdləri fizika aşağıdır. Yüksək deyil də, yəni 90 neçə faiz deyil, yəni 80 neçə faiz deyil, 70-lərdə, 60-lardadır.
aşağıdır fizika. Amma tam tərsinədir məndə. Məndə fizika belə deyək də Hikmət Mehdiyev kitabını yəni yeyib bitirmişəm də. Yəni o kitab məndə bir dəqiqə beynimdə bir dəqiqə səhifəsinə kimi öncə əzbər bilirəm. Yəni belə mütləq tövsiyə çəkəcəm fizikaya aid. Fizikanı necə yüksəltmək olar, necə yazmaq olar, fizikada nə kimi tövsiyələrim var, mən özüm necə öyrənmişəm fizikanı və s. Belə, fizikadan da balımı dedik, fizikadan da maksimum gözləyirəm. Gəlirik informatikaya. Mənim informatikada da balımı aparan, çünki həmişə saxlayıram informatikanı və informatikanın da açıq sualları müəyyən bir vaxt, müəyyən bir beyin işlətməyi tələb edir. Fizika riyaziyyat belədir ki, beyin işlətmək lazım deyirlər da, amma yaza bilərsən də, yəni o qədər düşünmədən. Amma bunlarda mütləq əvvəldən özündən bir təhlil etməlisən sualı, düşünməlisən də, birbaşa yazmaq olmur axı, yəni müəyyən bir vaxt lazımdır həqiqətən. Amma informatika birinci şansa baxanda yaxşı yazmışam. Deməli, birinci şansda məndə necə idi? 27 dənə qapalı sualdan, qapalı nə mənada, yəni açıqlarda var düzdür əslində. Qapalı açıq suallarda, yəni cavabın kodlaşdırılması tələb olunan açıq suallar, belə deyək. Onlara daxil olmaqla ilk 27 sualın 26-sı düz idi birinci şansda. İndi yenə də 26-sı düz oldu. 27 gözləyirdim bu dəfə. Sadəcə bir şans sualdır. Məndə C variantıdır, 77-ci sual. Hayır, deməli ədədləri toplamışam çaşıb, indeksləri toplamaq əvəzinə 3, 6, 9 toplamaq əvəzinə 5, 10, 15 toplamışam. Bir dənə budur. Bu da şifahi sualdır, yəni dəhşət rahat sualdır. Bundan heç nə olmaz. 4 ballı sual aparır, yəni 3 bal özündən bir səhv düzü aparmağına görə oradan gələndə bir ortalama 4 bal gedir, yəni oradan. Neysə, vəziyyət indi, yəni birinci şansda 26 idi, indi 26. Açıqlar bəs necədir? Birinci şansda açıqlar məndə bərbad idi. 3 dənə açıqdan deməli ikisi 0 bal idi. Heç nədə, yəni boş saxlamışdım, toxunmamışdım. Bir dənəsini işləmişdim, ona da 3də 1 bal vermişdilər məncə. 3də 1 idi, yoxsa 3də 2 idi? 3də 1 idi. Belə vermişdilər, yəni bal. Çünki vaxt çatdırmamışdım. Dərs bir 3 dəqiqə mənim vaxtım qalmışdı. Hər şeyi bitirmişdim. 3 dəqiqə vaxtım qalıb, 3 dənə informasiya heç nə çatdıramamışdım. Yəni həmin o 3 dənə suala çatdıramamışdım, baxa bilməmişdim. Amma bu dəfə rahat oldum. Yəni bütün sualları bitirdim. Bir 15 dəqiqə vaxtım qaldı açıqlar üzərində düşünməyə. İkisini yazdım, Pythonları yazmışam, tam yazmışam. Hətta yarımçıq qaldı deyə bilmərəm, tamdır. Şübhəli məqam varmı? Birazca var. Çünki 90-cı sualda o qovluq klaster məsələsində tam yazdım. Tamdır hər şey. 6 bal da verə bilərlər, 4 də verə bilərlər, 2 də verə bilərlər. Bilirsiniz niyə? Çünki mən özüm orada nəzərə almadım. Nə məndə, yəni natural dəllər daxil edildiyi nəzərə alaraq götürmüşəm də mən. İndi bəlkə sonradan ağlıma gəldi sualı işləyəndən sonra, bəlkə biri 4,5 kilobayt daxilləyib faylın həcmini ola bilməzmi? Ola bilər, niyə olmasın ki? Şərtdə verilməyib o, çünki qeyd eləməyib tam olmasın. Nə deyir? İnformasiyalar verilib. 4 olarsa, yerlə informasiya həcmi eyni olan faylın səni çap edən proqramın faylını yazın. Hətta şərtdə deməyib natural ədədlə tam ədədli ifadə olunub, amma nümunələrdə tam ədəd olduğlarına görə mən orada əlavə bir şey götürmədim. Tam ədədə çevirmək söhbətini, yəni nəzərə almadım. Bir dəqiqə. Məsələn, 5/5 olsa, qalığı tapsam, məsələn 4-ə bölsəm, qalığı tapsam, tam ədəd olub olmasa o zaman problem yaratmır ki, heç. Yəni onu sonradan çevirməyə ehtiyac yoxdur. Nəysə. Beynim getdi. Yəni o əlavə olan, mən yəni natural ədədlər üzərindən daxil edilsə tam işləyən bir proqram yazmışam. Yəni belə düşünürəm, yaxşı yazdım. Sadəcə orada imtahandan indi biraz da düşünəcəm, videonu çəkib bitirəndən sonra da bəlkə şey olar, nəsə olar. Tam verilə bilər. Tam verilə bilər. Həmin məqam əgər nəzərə alsalar ki, məsələn, fayl kəsirdə daxil edilməlidir, onu da nəzərə almalıyam. Deyərsən onu nəzərə almamışam. Yox, amma o əgər fərq yaratmırsa, ciddi bir fərq yaratmır. İndi düşündüm, nəsə deyəsən o ciddi bir fərq yaratmır orada. Yaratmırsa tam bal verilə bilər. Bir də 89-cu sualda isə bu qəşəng sualda bir xeyli şey yazmışam. Uzun bir proqram tərtib eləmişəm orada. Məncə onda problem yoxdur. Onda yəni problem olmadı. Düzdür, üstündən gedib bir də yoxlaya bilmədim, səhv varmı yoxdur, amma yaxşı yazdım belə yəni. Ümumi olaraq tam bal buna da verilə bilər. Yəni 2 dənəsini yazdım. Tam qəşəng yazdım yəni, bunu bilirəm. Bir dənə bu blok sxemi qurmağa vaxtım qalmadı. Axırda 3 dəqiqə yoxsa 2 dəqiqə qalmışdı blok sxemi vaxtımı ayırmağa. Dedim ki, zaten çatmayacaq. Biraz düşünməliydim, təhlil etməliydim sualı. Onda vaxtım qalmadı. Nəsə başlanğıc, son yazdım, şərt qoydum bir dənə. Amma heç də 0 ballıq bir şey yazdım oraya heç də. Belə. Ümumi olaraq informatika necə oldu? İnformatika balımı biraz artırmışam. Birinci şansda 81 idi. İkinci şansda indi bilmirəm də bu suallara neçə bal verəcəklər. 6-6 da verə bilərlər, 6-4 də verə bilərlər, 4-4 də verə bilərlər, 2-4 verə bilərlər, 2-6. İndi bilmirəm dəqiq, baxır onlara da. Çünki
Açıq sualları mən o qədər bu vaxta kimi işləməmişəm. Yəni toplumla açıqlarını mən heç birini işləməmişəm bu vaxta kimi, bunu etiraf edeyim. Çünki deyirdim ki, buna vaxt ayırmağa vaxtım olmadı. Yəni deyirdim ki, fizika, riyaziyyat 150 zaten yazım mən onları. Əvvəldən hədəfim belə idi, də elə oldu yəni. İnformatikadan bal gedirsə getsin yəni. Əsas vaxtım fizika, riyaziyyat ayırım. Ona görə o açıqlarını mən toplumla heç birini işləməmişəm. Ona görə də meyarları o qədər bilmirəm. Bu deyək ki, neçə verəcəklər, amma yaxşı verərlər inşallah. Yaxşı düşünə yaxşı olsun. Ən yaxşı halda bunlara qəşəng bal versələr, ümumi balım 681, 682 belə bir şey olur. Verməsələr ən pis halda 2-4, birinə 2 bal, birinə 4 bal versələr, bu pis halda 679 hesablamışam. 680-ə çatmır. Elə olsa nə gülərəm? Sən gülərəm, mən pis olaram. Amma 680 məncə olacaq. İnanıram buna, 680 gözləyirəm. 673 idi, indi 680 gözləyirəm bu dəqiqə. İnşallah ki 679 olmaz. İnşallah. Ya 679 olacaq məncə, ya 681 olacaq, ya 683. Bu üçündən biri. 681 böyük ehtimalla olacaq. Digərlərinin ehtimalı azdır. Ümumi olaraq belə, informatikanın səviyyəsi nə idi? Necə idi? Məncə çətin deyildi. Birinciyə baxanda çətin idi mi? Xeyr, çətin deyildi. Birinci mənim deyərdim ki, hətta birinci məndə daha çox vaxtımı aparmışdı. İkincidə yazdım yəni. Birinci çaşdırıcı məqamlar var idi bir-iki. Burada da var idi biraz uzun gedə biləcək məqamlar, amma daha rahat idi. Məsələn, baxın sual, modelləşdirməyə sual, bu kitab səhifə sayı sualı. Birinci şansdakı sual daha çətin idi məncə. Bu daha rahat idi məncə. Daha az vaxtımı apardı. Bu blok sxemləri, qapalı sualların blok sxemləri çox vaxtımı aparmadı. Birinci şansda amma dəhşət vaxtımı. Bir blok sxem var deyə birinci şansda bir neçə dəfə nəyisə nəzərə alıram. Bu dəfə də elə bir şey var idi, amma nisbətən sadə forması idi. Birinci şansda blok sxemin sadələşmiş forması. Ümumi olaraq imtahan necə idi? Məncə ümumi imtahan səviyyəsi çətin deyildi məncə. Yazacaq şagird yaza bilərdi yəni. Şans imtahanı idi və çətin deyildi. 3 fənnin ümumi ortalamasınca deyərdim ki, birinci ilə məncə eynilik təşkil edir. Çətin və ya asan deyə bilmərəm. Məncə eynilik təşkil edir. Yəni klassik imtahan tipi yəni. Bildiyimiz toplu suallar. Bu qədər videonu izlədiyinizə görə təşəkkür edirəm. İnşallah bundan sonra artıq imtahanları verdim. Bugün artıq rahatam. Artıq yəni azadlığa çıxdım. Həqiqətən çox gözəl hissdir. İndi növbəti illərdə imtahan verəcək şagirdlər üçün bu yay bir çox video ideyalarım var. Çəkəcəm. Azərbaycan dilindən ayrı video, riyaziyyat ayrı video, ingiliscə ayrı video, fizika ayrı video, informatika ayrı video, 5 dənə ayrı qəşəng video fikri var ağlımda. Hər birindən necə hazırlaşmışam, nələrə diqqət etmək lazımdır, necə 680-ə yaxın bal topladım və yəni nəticə çıxanda elə baxacaq 680 bal topladım. Yəni bunlar haqqında danışacağıq. Hamısı haqqında ətraflı sizin üçün ayrı-ayrı hər bir fəndən danışacağam. Və bir də nəyi demək istəyirəm? İmtahana hazırlaşırdım ikiyə. Mən birinci videoda demişəm, nəticələr çıxanda da demişdim və şeylə də birinci imtahandan gələndən sonra video çəkmişdim mən. Yox, bu dəfə çəkirəm, 2-də gələndən sonra çəkirəm. Amma birinci şansda mən çıxandan sonra imtahandan demişdim ki, bundan heç nə hazırlaşmayacağım. Elə də elədim. Mən bu bir aydan o çox müddət oldu. İyunun 7-si imtahanı verdik. 12 ila qədər mən heç nə oxumamışam. Sadəcə dünən gecə ayın 11-i təkrar elədim. 1 saat 30 dəqiqəlik təkrar elədim. 3 fənnin içində. Riyaziyyatdan deməli mənim dəftərim, vərəqim vardı, bilirsiniz. Bu vərəq. Trigonometriyanı təkrar elədim, limiti bir də törəməni təkrar elədim, düsturları. Çünki məndə problem deməyək, yəni problem yarana biləcək məqam düsturlardan, yəni birdən yadımdan çıxar, amma o da artıq o qədər təkrar eləmişəm ki, bu trigonometri düsturların bütün hamısı yəni əzbərimdədir bu dəqiqə. Belə, bunu təkrar elədim. Riyaziyyata az vaxt bir 15 dəqiqə, 10 dəqiqə bu düsturlara belə baxdım. Riyaziyyat mənli idi də, yəni rahatdır mənə görə. Fizikadan təkrar elədim, Hikmət Mehdiyevdən təkrarımı elədim dünən gecə. Ümumi. Birinci mövzudan düz xətlidən 6-cı atom bölməsinə qədər bütün mövzuları bir-bir tək oxumadım, yəni o məndə yox. Hansıları ki, belə ümumi göz gəzdirdiyim, belə məsələn, magneti bilirəm, bunu bilirəm, Lorentz bu düsturu bilirəm, yadımda belə də yəni şey yox, bir-bir yox. Amma 28-28-də belə baxdım, ümumi göz gəzdirdim. Belə. Fizikadan da belə. Amma fizikaya vaxtım getdi ya, bir yarım saat 25 dəqiqə vaxt getdi. Bir də informatika təkrar elədim bu kitabdan. Yemin öz kitabı bilirik də bunu. Qəşəng kitab deyil əslində. Artıq şeylər dəhşət çoxdur. Nəzəriyyə hissələri dəhşət artıq lazımsız şeylər var. Yəni imtahana hazırlaşan bir şagird oturub onu oxumalısın. O qədər tövsiyə eləməzdim. İmtahana hazırlaşmaq üçün informatikadan məncə müəllim lazımdır. Məncə lazımdır. Çünki müəllim sizə deyəcək nə düşür, nə düşmür. Məsələn bu dəqiqə mən bilirəm imtahanın nə düşür. Məsələn 2027-də nə düşəcək artıq təxmini bilmək olur. Çünki standart sual tipləri düşür hər il. Məsələn nəzəriyyədən o qədər də çox görməmişik. Düşə bilir bəzən 1-2 sualları hansıları da bilirik də yəni. Amma bu bu kitabı alıb oxusan məsələn orada aparat təminatını aç. O qədər lazımsız şey var ki, yəni skanerdən
3-4 səhifəlik bir şey. Printerdən oturub o qədər izah verir. Uzundur, yəni dəhşət artırdı. Yəni vaxt itkisi olar bu kitabı alıb oxusaz. Ondansa başqa ki, məndə əslində kitab yoxdur. Mən qayda kitabı ilə bunu işlətmişəm. Sadəcə mən toplu üzrə. Məsələn, burada baxırdım ki, artıq şeylər var. Topludan işləyib baxırdım ki, topluda belə bir şey qabağıma çıxmır. Deyirdim ki, nə olsun ki, burada var. Topluda yoxsa toplu tipində düşür imtahanda. Elə də düşdü, yəni həqiqətən. Əlavə bir sual mən görmədim. Topluda nə var idi? Eynilər, yəni əlavə bir fərqli sual görmədim. Nəysə, bu kitabdan ümumi təkrar edim dünən, belə vərəqlədim. O şeyləri, informasiya təhlükəsizliyi hissələrin ixtisasımı şeylədim. Axırıncı bölmə, 16-cı bölməni. İndi baxımda IT-yə düşə bilsəm çox super olar. 680-ə çatır artıq balım. Düşməsə də kompüter elmləri. Nəysə, onu təkrarladım. O detektorlar, müfəttişlər, fərqlər falan bir dənə düşərdi. Nəzəriyyə hissələrinə əsasən. Sonra nəyə təkrarladım? Bir məqamı deyəcəm. Həqiqətən yaxşı ki, onu təkrarladım mən dünən. O proqramlar var ya, Quark Express, Adobe InDesign, Scribus. Gəlib düşdü o sual. O qədər narahat qaldım ki, imtahanda o sualdan ki, səhv olar, evə gəldim, yoxladım, ürəyimə su sərpildi, belə deyək. Bu sual, baxın, indi bilməm, görünür. Raster, nəşriyyat, bir də verilənlər bazası, proqramlara uyğunlaşdırmaq. Bu da elə bir sualdır ki, bir dənəsini səhv yazsan getdi də, yəni. Zaten hamı bilir, Photoshopla Star Office Image rasterdə o heç onu götürdük. Tərkibində foto, image sözləri olanlar rasterdə. Qaldım bu üçü arasında. Adobe InDesign, Yukon, Scribus. İndi hansını götürürüm? Dedim ki, 3 dənəsidir. Yəqin biri səhv edib gedər sualım. Ürəyimdə qaldı. Amma bir gün əvvəl, dünən deyim, o 1 saat 30 dəqiqə təkrar eləmişdim. Ona baxdım. O proqramlara oturub bir-bir baxdım. Mən həmişə də təkrar eləyəndə də həmişə onun üstündən bir dəfə keçirəm. Çünki topluda var ona aid sual tiplərdə, yəni proqramların növləri. Ona görə həmişə onun üstündən mən keçirəm. Baxın, burada qeyd olunmuşdu kitabda. Hətta dünən yadıma gəlir ki, özümə fikirləşdim ki, bu verilənlər bazasında nə qədər proqram yazılıb burada. O yadımdadır. Amma imtahanda gəl gör ki, beynim getdi də o şey qarışdırdım ki, hə, Adobe InDesign hansıydı, Scribus hansıydı, Yukon hansına gedirdi. O şey verilənlər bazasında nəşrlər biraz qarışdı beynimdə. Yaxşı ki, amma o ardıcıllıqla üçü yadımdaydı ki, yadımda qalmışdı ki, mənim nəşriyyat sistemi az verilmişdi. Verilənlər bazasında bir xeyli var. Şeydən verilənlər bazasının özünün ayrıca bölməsində də proqramlar var idi bir xeyli. Mən tapsayım onu. Verilənlər bazasına aid burada şeydə var idi. Bir dəqiqəsi gözlədirəm. Baxın burada. Access, MySQL, PostgreSQL, Oracle, Yukon, OpenOffice Database. Bunlar. Yadıma ki, bunu dünən mən oxudum. Amma beynim getdi ki, bir dənə Scribus verilənlər bazası olar, mən qarışdıraram, Yukon nəşriyyat olar, ya Adobe InDesign birdən verilənlər bazasına aid olar. Amma yaxşı ki, yaza bildim. Yaxşı ki, oxumuşdum onu və düzgün yazdım. O sual tamdır. Adobe InDesign Scribus nəşriyyatdır, Yukon isə verilənlər bazası. Belə. O sual da yaxşı ki, düz oldu. O düz olmasaydı biraz pis olardı həqiqətən. Bilmirəm, oxumuşdum, amma səhv yazdım. Bir də təkrarımı nəydən elədim informatikadan? Bununla. Mənim dəftərim, vərəqimdir, hazırlamışam özüm üçün. Deməli, Python-a aiddir. Çünki 20 sınav vəsait imtahan da düşmədi, amma elə belə təkrar edim də. Mən özüm qeyd kimi burada qələm düşdü. Qeyd kimi mən orada götürmüşdüm. 20 sınavda var. Nə məqamdır bu? Məsələn, bəziləri var. Məsələn, cavab bir var 5 çıxsın, bir də var 5,0 çıxsın. O ikisi fərqli şeylərdir. Və var idi belə bir sual. 20 sınavda bir neçə bu tipə aid suallar var. A variantı 5, B variantı 5,0. Yəni cavabı tapmırsam 5. Yəni nə götürürüm mən? 5 götürürüm, yoxsa 5,0 götürürüm. Baxın, o məqamı yadda saxlamaq üçün dediyim birdən imtahan düşər, yəni belə bir şey gəlib. Topluda görürüm. Topluda amma mən o qədər görməmişəm. Bəlkə də heç görməmişəm. Bəlkə də heç yoxdur topluda o tip bir sual. 20 sınav vəsaitində var. Bəziləri var ki, int daxil eləyəndə int verir, float daxil eləyəndə float verir. Bəziləri var ki, həmişə float verir. İndi informatika oxuyanlar bildi nə demək istəyirəm. Int tam ədəd tipi, float həqiqi ədəd tipi. Və burada mən bunu qeyd eləmişəm. Intdə int, floatda float verənlər. Üstəgəl, çıxma, abs, modul, 2 ulduz və ya 1 ulduz, vurma, qüvvət, tam bölmə və bir də faiz işarəsi. Yəni qalıqlı bölmə nədir? Qalığı tapmaq. Bunlar intdə int verir, floatda float verir. Və bir də buraya yazmışam ki, tərs kimi həmişə float verənlər. 3 dənə. Bu xətt, bölmə, adi bölmə. Square root, kök, riyaziyyat daxilləyib ora yazırıq. Bir də power, qüvvət. Power yoxdansa topluda elə belə yazmışdım ki, boş qalmasın. Bu üçü, deməli, xətt, bölmə, kök, alma, bir də power, qüvvət. Bu üçü isə həmişə float verir. Cavab, məsələn, 7 böl, məsələn, 7 nə idi? 8 böl 2 yazdın. Cavab 4 vermir, 4,0 verir. 4 yazsan səhvdir.
Belə bir məqam. Bu məni çaşdırmış topluluqda ki, pis olmuşdum ki, mən topluluğumu işləyib bitirmişəm, 20 sənə qalanmışım, bu sualmışım, belə məqam görməmişdim ki mən. Amma sonradan bunu qeydimi götürdüm. Yəni 8 bölünsün 2 cavab 4.0 yazmalısan. 4 yazsan səhvdir. Elə bir sual düşmə şansı varmı? Az da amma bəlkə indi 2027-də düşdü. Bu il düşmür heç bilmirəm. Belə bunu da onun üçün yazmışdım yəni. Bunu da qısaca belə uzun oldu elə bir video. Nəysə, təşəkkür edirəm izlədiyinizə görə. Ümumi təkrar eləməyimdən falan danışdım. İmtahan necə keçdi belə danışdım. Səviyyə olaraq çətin idimi? Xeyr deyildi. Asan idimi? Çox da asan da deyə bilmərik. Yəni vaxta uyğun idimi? Uyğun idi deyərdim. Bizim o buraxılış faciəsindən sonra blok biraz şey idi. Çünki buraxılışda artıq şey yarandı, şagirdlərdə dözüm yarandı. Ona görə blok imtahanı artıq çox şey olmuş. Bir mənim gördüyüm riyaziyyat nisbətən çətin düşmür, amma mənə niyə elə gəlmədi? Bəlkə də mən vərdiş olmuşdum ki, artıq bloka və ya ürəyim artıq rahat idi, balım var deyə. Ona görə bəlkə rahat gəldi. Amma yazını tap-tap yazdım da yəni. Məsələn, məndə bax bu funksiya sualı asan idi. Limit sualı dəhşət rahat. Nisbət sualı, ədədi ortanın həndəsi ortada nisbəti sualı dəhşət rahat. Elə ədədləri götür yaz. Düzbucağın sualı dəhşət rahat. Bu paralel düz xətləri üçbucaq yanılır orada rahat. Neçə minlik var ki, dəhşət rahat bir sual. Ümumi həddi bu olan sinifdə bu da rahat bir sualdır. Bu tənli sualı bəlkə biraz çətin ola bilər. Mən bunu təxmini yazdım. Mən təxmini yazdım. Bilirəm, bu tip suallara çox var. 2 dənə cavab çıxır. Tənliyin kökləri asli sualı. Bəzən olur 3 dənə. Amma bu imini bu tipində 2 dənə cavab çıxır. O da ki, toplu olan tiplərdir. Ya məsələn, cavab 4-dür. Məsələn, 2, 4, 8, 16 belə bir şey olur. Ya da 2-də 1, 4-də 1, 16-da 1, 8-də 1, 32-də 1 falan. Qoydum 2 və 4-də 1 düz gəldi, həll edim. Yəni bunu həlləməmişəm mən. Cavab qoyaraq həll edim. Funksiya sualı rahat idi. Trigonometri tənliyi rahat idi. İntegral rahat idi. Bax, bir dənə ən çətin sualı bu ilin ikinci şansının ən çətin sualı məncə bu ola bilər. İti bucağı alfa olan ABC üçbucağının AB hipotenuzu BC katetindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. AC katetindən bu müstəvi ilə əmələ gətirdiyi bucağın sinusunu tapın. Bu qəşəng sualı idi. Çox qəşəng sualı idi. Dəhşət qəşəng sualı idi, amma bir o da ağır idi. İmtahanda mənə bir xeyli stresi salan sualdı. Yəni o hədəfi yüksək olan şagirdlər üçün bu tip vaxt aparan suallar həqiqətən vezdirici olur. Belə törəmə sualı rahat sualdır, çoxluq sualı rahat sualdır, düz xəttin tənliyi, trapesiya sualı rahatdır, PX çox həddi sualı rahatdır. Ehtimal sualı da asan idi. Əslində o nə idi, köynək geyinən oğlan tələbə rahat idi. Tetraeder sualı da çətin deyildi. Bu loqaritma sualı da rahat idi. Binom da çətin deyildi. İsbat dediyim kimi video əvvəlində asan idi. Və bu silindir sualıdır ki, zaten birinci şansda eyni yerə silindir düşmüşdü, iki yerə silindir düşdü, yenə əla, asan idi. Məncə amma daha asan idi. Birinci şansdan daha asan idi riyaziyyat. Mənə elə gəlir. Çətin deyənlər də var, amma başa düşməmirəm ki, oradan çətin idi, yoxsa asan idi. Fizikadan da gəlib saldılar bu radio qəbul edici sualın. Düz yazmışam, narahat olmayayım. Mən onu öyrənəndə ən nifrətlədiyim bölməli fizikada, bölmə deməyim, alt başlıq. Xoşu gələn varmı bilmirəm amma. Əldə tutmalı mövzu deyil də, yəni nə deyim. Yaxşı ki, gəlib belə bir sual düşünün, rahat sualdan toplu tipində. Belə, ürək sözlərinin hamısını dedim. Uğurlar arzulayıram hamıya. Bundan da 2025-2026 tədrisinin imtahanlarını yekunlaşdırır və abituriyent kimi artıq çəkdiyim son bir video oldu bu. Abituriyent kimi deyirlər, şagird kimi deyirlər. Şagird kimi mənim çəkdiyim son video. Bundan sonra artıq tələbə kimi videolar çəkərəm inşallah. Belə. İnşallah 680 olmağını istəyirəm. İnşallah ki 680-i keçər. 680 olar. Nəticələr kanalda video paylaşacağım mütləq. O arada da tövsiyə videolar gələcək. Nə tövsiyə? Məsələn, Azərbaycan dilindən necə yüksək yazma olar? Mənim ümumi balımı bir dənə dediyim indi. Azərbaycan dilindən mənim ümumi balım oldu 97.5. Riyaziyyatdan ümumi balım neçə oldu? Yüksəyin götürək də. 150 blokdan 97.9-da buraxılışdan 247.9. 250-dən 247.9. İngilis dili balım oldu 100. Qəşəng. Fizika balım oldu hər iki blokda da 150, çox qəşəng. İnformatika birincidə 81, ikincidə 84, 85 belə bir şey olacaq. 86-da olur bəlkə. Yüksəyin götürək, yəni belə 85 deyək. Belə ümumi balım. Ona görə də hər bir fəndən ayrı-ayrılıqda necə hazırlaşırdım, video çəkəcəm mütləq. Daha çox olur informatika. 6 o sualdan gedir, onları tam bal versələr. 90-a yaxın bal edə bilər informatika əslində. 87-88 ola bilər. 90-a kimi çata bilər əgər 6 versələr hər iki sualı. İnşallah ki, verərlər, ümid edirəm, verəcəklər. Verməmək şansları da var. Belə, videolar gələcək, izləmədə olun. Hamınıza təşəkkür edirəm videonu izlədiyinizə görə. Hamıya uğurlar arzulayıram. Bu tədrisini də belə yekunlaşdırdıq. Sağ olun.